Marketdən almağa son evdə özünüz hazırlaya bilərsiniz. Həm uşaqlarınızı rahatlıqla verə bilərsiniz, həm də özünüz yeyə bilərsiniz. Çox dadlı alınır. Çörəkdən bu qədər dadlı suxari alana biləcəyini heç təsəvvür elə bilməzdim. Mütləq hazırlayın. Əvvəlcə Amerikan sandviç çörəyini götürürəm. Videoda göründüyü kimi uzunsu formada doğrayıram. Sonra isə bir qaba əlavə eləyib üzərinə duz, istiot, paprika, keklik otu, duru yağ, 2 diş sarımsağı da əlavə eləyib qarışdırıb biraz saxlayıram. Sonra isə bişirəcəyim tavaya əlavə eləyib 180-200 dərəcədə sobada bişirirəm. Qırmızı olandan sonra götürüb nuş edirik. Çox dadlı alınır. Mütləq hazırlayın. Marketdən almayın. Özünüz hazırlayın. Həm rahat, həm dadlı, həm də içində nə olduğunu bilirsiniz. Uşaqlarınız da bayılacaq.